İdman dərsində məktəbdə necə razminka eləyirsiniz bunu? Yaxşı. Yəni sağ əldən sol ələ ötürülməsi və sol əldən sağ ələ ötürülməsi. Bunu necə eləyirsiniz? Düzgün şəkildə. Birinci növbədə ayaqlardır. Yaxşı. Ayaqları ki mütləq şəkildə mən paralel, bax çiynimlə paralel tutmalıyım. Yəni aralamalıyam. Yaxın eləmək, belə dayanmaq olmaz. Uje bu səhvdir. Araladım ayaqlarımı. Topu necə çiləyirəm? Bax, bu düz deyil, bu səhvdir. Bax, bunu belə atma. Görsən, heç yerim işləmir. Korpusum işləmir, bədənim dönmür. Bədənimlə alladım. Ötürmə eləyirəm, hop, dayanmıram. Görsən, topu vəfşə saxlamıram. Lap yaxşı olardı ki, siz heç ümumiyyətlə topa baxmayasınız. Yaxşı, uje hissiyatınızı artırın. Yavaş-yavaş bunun üstündə də işləmək lazımdır da. Görsən, elə görsənir ki, mən prosto topu vururam. Amma elə belə deyil də, hiss eləyirəm topu. Görsən, topa baxmıram. Gördün? Bax, gir, davay. Çalışın qabağa baxın, bax, hop, qabağa baxın. Молодец, Sadiq. Nasıl?